Regionun yenidən qurulan geosiyasi arxitekturasına daha bir töhfə olan Laçın Beynəlxalq Hava Limanı ölkəmizin nəqliyyat qovşağı kimi önəmini daha da artıracaq. Ekspertlər düşünür ki, Laçın Hava Limanı Azərbaycanın geo-iqtisadi körpü strategiyasını tamamlayır və ölkəmizin imkanlarını daha da artıraraq Azərbaycanın hava daşımaları üzrə də bir hava çevrilməsinə təkan verəcək. Mühüm strateji nöqtədə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa, Xocavənd, cənubdan Qubadlı rayonu ilə qərbdən isə Ermənistanla həmsərhəddir. Məhz burada hava limanının inşa olunması rayonun iqtisadi baxımından daha da canlanmasına, turizm potensialının artmasına, regionun qlobal nəqliyyat şəbəkəsinin inteqrasiyasına töhfə verəcək. Bu havalanının yapılmış olduğu yer kolay bir yer değil. Büyük bir emek sarf edilerek yapılmış. Ben buradan Sayın Cumhurbaşkanı Aliyev'e ve ekibine yürekten teşekkür ediyorum. Muhteşem bir havaalanı olmuş. Laçın Hava Limanı işğaldan azad olunan ərazilərdə istifadəyə verilən sayca 3-cü hava limanıdır. Amma Laçın aeroportunu Zəngilan və Füzulidəki hava limanlarından fərqləndirən bir neçə xüsusi cəhət var. Bu ilk növbədə onun yerləşməsi ilə bağlıdır. Belə ki, Laçın aeroportu nəinki Azərbaycanda, ümumiyyətlə postsovet məkanında dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportlardan biridir. Dəniz səviyyəsindən 1738 metr yüksəklikdə yerləşir. Bu baxımdan onun inşası da kifayət qədər mürəkkəb bir layihə olub. Laçın Beynəlxalq Hava Limanı yüksək mühəndislik ağlının nəticəsidir. Logistika fəaliyyətlərinin icra olunması baxımından bir tərəfdən nə qədər mühüm çəkiyə malikdirsə, digər tərəfdən onun strateji əhəmiyyəti də vardır. Bu, ölkəmiz ərazisində 9-cu hava limanıdır və beləliklə Azərbaycan beynəlxalq uçuşları da qəbul etmək, bölgəyə investisiya axını tənzimləmək, investisiya iqliminin sağlamlaşdırılması baxımından da bu çox önəmlidir. Digər bir məsələ isə onun strateji önəmi ilə bağlıdır. Belə ki, bu hava limanı Laçın şəhərindən 30 kilometr, Şuşadan 70, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşir ki, bu da onun nə qədər strateji önəmə malik olduğunu bir daha göstərir. Hər üç hava limanı bir-bir arasında inteqrasiya olunmuşdur. Bu da gələcəkdə Zəngəzur dəhlizinin açılması baxımından multimodal yüklərin qəbulu və nəqli baxımından da önəmli olacaqdır və beləliklə bölgənin tranzit hubuna çevrilmə perspektivləri icra olunacaq. Bilirsiniz ki, yeni geosiyasi reallıqlarda əsas hədəf həm də Naxçıvan Muxtar Respublikası ilə əlaqənin təmin olunması, geniş anlamda isə şərq ilə qərb arasında olan bağlantıların icrasıdır. Qeyd edək ki, hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən uzunluğu 3000, eni isə 45 metr olan uçuş enmə zolağı inşa edilib. Ümumi ərazisi isə 131,3 hektardan çoxdur. İstifadəyə verilən hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır. Mələk İnqilablı, Vəfa Şəhlai, Rüfət Məmmədov, Samir Gülməmmədov, ATV Xəbər.